Salam aleyküm əziz babanlar, hər birinizi Xaçmazdan, Qadaşova kəndindən salamlayırıq. Təsərrüfatda indi işlər görülür, etap hamını göstərməyə başlamaya çalışırıq. Deməli, burada parçanın dəşilməsi məsələsi var, onu göstərəcək həmin prosesi. İndi onu xırdalıqlarını göstərəcək. İlk öncə deyim ki, bugünəcən son 5 aydır YouTube-a demək olar ki, özüm nəzarət eləyirdim. Montajdır, editdir, bütün proseslərində özümüz olurdu. Bundan sonra Kənan da bizdən olacaq. Kənan, gəl bura, ver səhifətinə kameranı. Bundan sonraki proseslərimizdə Kənan da bizdən olacaq. Kənan, səni də xoş gördük aramıza. Xoş gördük, işlərin avan da olsun. Çox sağ ol. Həmişə vaxta kimi arxa fonda dəstək olmuş o bacardığımız qədər, əlimizdən gələn qədər. İndi inşallah bundan sonra da birlikdəyik. Bundan sonra kamera çəkilişlərini mən eləyəcəm. Hər kəsə uğurlar. İndi bundan sonra montaj, edit filan o məsələ hamı sizdə olacaq. Çünki keçən il biz məsəl üçün Moskvada olduq. Gec yetişən gilas sortlarının tanıtımını heç birini eləyə bilmədik. Erkənci şaftalı sortlarında olmadıq. O gün siz burada olacaqsınız bir komanda kimi. Əvvəllər Qafqaz idi. Sağ olsun Qafqaz böyük köməyi deyib həqiqətən bu məsələlərdə. Sonra o gedəndən sonra o komanda pozulub, o gün bugün toparlaya bilmirik. İnşallah ki indi sən varsan. Bundan sonra bütün montaj filan edit məsələlərinə özün baxarsan, hər kəs uğurlar. Yəni inanıram xeyirli olsun inşallah. Buradakı prosesi göstərək yoldaşlara deməli nə olacaqsa. Bu məndə qalır. Bunu da hədiyyəni göstərmək istəyirəm. Bugün bizim qonağımız Şaiq qardaş gəldi. Şaiq YouTube-dan tanış olmuşam Şaiqlə. Şaiq, sənə tanış olmağıma həqiqətən xüsusi şadam. Bugün də durub elə bir ki Yaponiyadan bura gəlmişdi. Bir aylıq burada idi. Xaçmaza gəldi. Bugün görüşümüz oldu. Mənim üçün belə bir hədiyyə gətirib. Yaxından çəkərsən. Deyir, calaq filan işlərində. Yəni orijinal. Oradan gətirib. İndi başqa hədiyyələr də var. Bunu göstərmək istədim bizim bağçılığa aid. Yəni bu YouTube-dan çox gözəl insanlarla tanış olmuşuq həqiqətən. Yəni bu əvəz olunmazdı. İnşallah ki bundan sonra da bir çox gözəl işlərimiz olacaq və məlumatların bölüşülməsi heç bir sahibkardan vaxtacan heç nəyi gizlətməmişik. Yəni bütöv Azərbaycanımızın cəmaətidir. Hamımız eyniyik, eyni amala xidmət eləyirik. Düzdür, təsərrüfatlarımız ayrı-ayrı olsa da, amma amalımız eynidir ki, bütöv güclü bir Azərbaycan yarataq. İnşallah ki, hər kəs üçün xeyirli olacaq. Bu təsərrüfatlara da güc verməliyik, daha çox əkməliyik, daha çox ərazilər böyütməliyik. Bütün ərazilərimizi düzgün istifadə eləməliyik və bunun üçün də biz əlimizdən gələn eləyirik. İndi proseslərimizi də biz əziyyət çəkmişik, necə öyrənmişik, bu necə olur, o necə olur, sağ olsun. Yəni bağbanlarımızın da, sahibkarlarımızın da böyük dəstəyi olub bizə bu yolda. Yəni ki, heç bir məlumatı bizdən gizlətməyib və biz də bölüşmüşük. Düzdür, kamera qabağına çıxmaq istəməyən çoxlu insanlarımız var. Utanan, kompleksi olan olur. Öz məsələlərinə görə tanınmaq istəmir. Yəni ki, indi müəyyən durumlar var, özünüz bilirsiniz. Amma bütün proseslər, məlumatlar verməyə davam edəcək inşallah. Hər kəs uğurlar. İndi ver kameranla. Uşaqlar, deməli, bizim prosesimiz nə olacaq bugün? Mən göstərirəm, sabahda Ağdaşdayıq. Elxan müəllimgilin laboratoriyasında olacaq. Bunu götür cibə qoy. Sonra götürərik. Burada prosesimiz nədir? Parçadan dəşikləri açacaq ki, calaqatları oraya yerləşdirib davam eləyək. Yox, bu deyil. Deyirəm ki, bunu açma da, biraz buradan aç. Çünki yana düşməz. İlə. Nəfisi götür. İndi bunu elə. Məsələ bilsən nədir? Bu burada açılıb deyənə, aparat buradan açıb deyənə, o demək deyil ki, sən buradan vurasın. Buradan vuranı düşürdü aşağı olursan. Biraz şılanga yaxınla, amma şılang yanmaz. Bu şılang. Ay, sağ ol. Всё, əla. Çox şılanga da yaxın parmaq. Şılang yanan bir şey deyil. İçində su da var bir daha. Biraz yuxarı. Bu əkilməz halındadır. Gördün ki, yaxşı deyil, tezdən aç.